Bu müharibələr eləyən hamısı arvadlardır, qadınlardır. Dünyanı çulğalayan arvadlardır. Aha. Adamları evləndirən arvadlardır. Anladın? Harası var? Qaynanalar arvadlar. Qaynana ağlatdıran gəlinlərdir. Aha. Qaynananın gəlini ağlatdırdığı, oğlunu qısqandığı. Bunlar hamı gülməli Sizcə bunun şeylər. səbəbi nədir Rəşid Nə? müəllim? Bir ağsaqqal kimi nə düşünürsünüz? Bu Nə? qısqanclıqların, bax bu Canım, qaynana bilirsən, Pavlov insan dörd tipə bölüb, səhv bölüb. O Aha. Dünyada nə qədər insan var, bir o qədər xarakter var. Mhm. Sən, mənim yoldaşımın da ayrı xarakteri var, mənim də ayrı xarakterim var. Mən ona uyğunlaşmalıyam, o da mənə uyğunlaşmalıdır. Yoxsa yaşam olmaz, bir ortaq yaşam vəziyyətində olmalıdır. Əhəmləri, mən sizə deyim ki, qadınla kişi normal bir yaşam formasına gəlməsə, öydə cıq-cıq gedəcəkdir daima. Normal yaşam forması deyəndə nəyi nəzərdə tutursunuz? O normal, Bir-birini yəni anlamaq. insanı insan sayırsan. Hər bir şey görəndə mən məsəl üçün yoldaşımla çox məsləhətləşirəm.